ABŞ və İran arasındakı savaşın gedişatı ilə bağlı müzakirələrdə üzərində dayanılmayan bir mövzu var. Bu gün məhz həmin mövzunu gündəmə gətirəcəyik. Azərbaycanın bir çox dırnaqarası politologlarından fərqli olaraq erməni analitikləri İranın ABŞ qarşısında hədsiz dərəcədə zəiflədiyini və bir dövlət olaraq sıradan çıxmaq ehtimalı ilə üzləşdiyini söyləyirlər. Bu tür təhlillərdən birini ABŞ-nin Los Angeles şəhərində yerləşən EVN fondunun analitiki Tigran Yegavyan yazıb. Stat: İran davamlı şəkildə zəiflədikcə Ermənistanın mövqeyi daha çox təhlükə altına düşür. KTMT-dəki üzvlüyünü faktiki olaraq donduran və Rusiya ilə təhlükəsizlik əlaqələrinin dağılmasına şahid olan İrəvanın indi etibarlı xarici qarantı yoxdur. Ermənistan tərəfdaşlıqları şaxələndirməyə, sülh üçün Fransa, Hindistan və digər ölkələrə üz tutmağa, həmçinin Amerika və Avropa ilə əlaqələrini gücləndirməyə çalışsa da, onların heç biri İran qədər çəkindirici təsir göstərmir. Stat bitmişkən, icazə verin, Tigran Yegavyanın kifayət qədər geniş, eyni zamanda Azərbaycana qarşı tipik erməni qərəzi ilə yazılmış analizinin əsas məğzini nəzərinizə çatdırım. Məqalədən görünür ki, o, İranın parçalanmasından və bütöv Azərbaycan ideyasının gündəmə gəlməsindən möhkəm əndişə duyur. Yegavyanın daha bir əndişəsi isə Zəngəzur dəhlizi ilə bağlıdır. O, dəhlizin bu günəcən açılmamasının əsas səbəbkarı kimi İranı görür, ABŞ-nin diqqətinin yaxın şərqə yönəlməsini isə Ermənistan üçün risk hesab edir. Erməni analitiki düşünür ki, əgər Azərbaycan və Ermənistan arasındakı sülh prosesi və ABŞ-nin dəstəyini itirəcəyi təqdirdə və ya Trump dəhlizi layihəsi gecikərsə, İranın himayəsi altından çıxmış İrəvan çıxılmaz vəziyyətə düşəcək. Nəticədə zəif Hayastan gündən-günə güclənən Azərbaycanla qarşı-qarşıya qalacaq. Erməni ekspert çevrələrinin ABŞ-nin İranı təslimiyyətə sürükləməsindən niyə məhsus olduqlarını zənnimcə heç bir Azərbaycanlıya xüsusi şərh etməyə ehtiyac yoxdur. Bununla belə, kontrfaktual analiz metodundan istifadə edərək ABŞ-nin İrana heç hücum etmədiyini, qarşısına heç bir tələb qoymadığını təsəvvürümüzdə canlandıraq. ABŞ-nin təzyiqi ilə üzləşməmiş İran bəlli bir müddət sonra nüvə silahına malik olacaq. Bununla Azərbaycanda kərimə dövləti qurmaq planlarını böyüdəcək, Zəngəzur dəhlizini isə bloklayacaqdır. Bölgənin nüvə dövlətinə çevrilmiş İran, regional təhlükəsizlik arxitekturasını öz lehinə dəyişmək üçün Ermənistandakı revanşist qüvvələri Azərbaycana yeni hücuma təhrik edəcək, Kürd qruplarını Türkiyənin canına salacaq, Ukraynanın məğlub olması üçün əlindən gələni əsirgəməyəcəkdir. Bütün bunlar o deməkdir ki, İran gücləndikcə Azərbaycan və Türkiyənin geosiyasi meydanı daralır. Tehran zəiflədikcə isə həm Bakı, həm Ankara, həm də Təbriz güclənir, təpərlənir. Bəli, İran savaşının təkan verəcəyi ən müxtəlif senarilər kontekstində Təbrizi separatçılıq mərkəzi kimi görmək primitiv yanaşmadır və kökündən yanlışdır. Təbriz ilk növbədə bir kognitiv faktordur. Bu faktor həm İran hakimiyyətinin, həm də regional aktörlərin
həm də qlobal oyunçuların davranışlarını dəyişdirir. Bu isə o deməkdir ki, Güney Azərbaycanın geopolitik üfüqü İranın parçalanıb parçalanmayacağı sualından daha genişdir. Parçalanma isə İrandaxili bir hadisə olmaqdan daha çox nəhəng prosesdir. Proseslərin təhlili göstərir ki, İranın institusional erraziyası artıq baş verib. Növbəti mərhələdə Tehran rejiminin süqutu qaçılmazdır. Belə bir ortamda Cənubi Qafqazın dinamikası Təbrizin dinamikası həm də Cənubi Qafqazın aqibətini anons edən bir növ ağıllı monitordur. Monitorlarınızdan Talih Şahsüvarlı kanalını izləməyə davam edin.